Axşam yolla gəlirdim, gördüm qarşıda iki nəfər söhbət edə gedir. Biri o birinə deyir ki, nadan həkimin əlinə düşməyəsən. Nadan həkimin əlinə düşdün, qalın getdi. Yox, baxdıran yaxşı həkim çıxsa, onda tez sağalacaqsan, sağlamlığın qaydasından düşəcək. Evə gələndən sonra bu deyilən söz haqqında xeyli düşündüm. Nadan həkimin əlinə düşsən, nə etməlisən? Çox götür-qoy elədim və axırda bu qənaətə gəldim ki, əgər nadan həkimin əlinə düşmüsənsə, onda gərək özün nadan olmayasan. Əgər nadan həkimin əlinə düşsən, özün də nadan olsun, onda həqiqətən də sənin aqibətin pis olacaq. Nə sağalacaqsan, nə şəfa tapacaqsan, şəfa tapmaq əvəzinə ola bilsin bəla tapasan. Amma özün nadan olmasan, onda görürsən ki, həkim nadandır, onun dediklərinə çox da ciddi yanaşmayacaqsan, özün çıxış yolu arayıb axtaracaqsan və müəyyən bir yol tapıb vəziyyətdən çıxa biləcəksən. Əsas budur. Əsas odur ki, özün nadan olmayasan.